Bir son dəqiqə açıqlamasını diqqətinizə çatdırmaq istəyirik. Belə ki, Xamneyi varisini elan eləyə bilər. Bununla bağlı bir açıqlama olacaq. Gündəm xəbərin efirində 9 fevral tarixidir və İranın ali rəhbəri Əli Xamneyi 19 bəhmən, yəni 8 fevral münasibətilə hərbi hava qüvvələri komandirləri ilə ənənəvi görüşü keçirməyib. Ali dini liderin ilk dəfə belə bir mühüm gündə iştirak etməməsi nə ilə əlaqədar ola bilər? Səhhəti, Amerikanın raket zərbəsi endirməsi ehtimalı, yoxsa silahlı qüvvələrlə hansısa anlaşılmazlıqların yaşanması? Politoloq Elxan Şahinoğlu Müsavat.com-a bildirib ki, ali dini liderin bu mötəbər tədbirdə iştirak etməməsinin səbəbi daha çox onun səhhəti ilə əlaqədar ola bilər. Xamneyinin xüsusilə indiki zamanda həmin tədbirdə iştirak etməsi həm onun özü, həm də hakimiyyət və rejim üçün olduqca vacibidir. Buna baxmayaraq, o şəxsən qatıla bilməyibsə, səhhətində problemlərlə əlaqəli olduğunu düşünürəm. Əgər ali dini lider səhhəti ilə əlaqəli iştirak edə bilməyibsə, deməli mühafizəkarlar və hərbi qanad arasında Xamneyinin kimin əvəz etməsi məsələsi yaxın müddətdə aktuallaşmış olacaq. Əli Xamneyi yaxın vaxtlarda varisinin kim olmasını istədiyini də açıqlaya bilər. Zaman-zaman onun oğlunun adı varis kimi çəkilib. Mühafizəkarlar öz aralarında ali dini lideri kimin əvəz eləyəcəyini müzakirəyə çıxarıb həll eləyə bilərlər. Qeyd eləyək ki, ali dini liderin 19 bəhmən günü, yəni 8 fevral tarixindəki günü görüşdə iştirak etməməsi son 10 illiklər ərzində qeydə alınan qeyri-adi hadisə kimi dəyərləndirilir və məlumata görə hərbi hava qüvvələrinin komandirləri görüş mərasimini Tehranda İslam Respublikasının banisi Ruhullah Xamneyinin məqbərəsində keçiriblər. Məlumata görə son 47 il ərzində ilk dəfədir İslam Respublikasının lideri 19 bəhmən günü ilə əlaqədar Xamneyinin xatirəsinə həsr olunan tədbirdə hərbi hava qüvvələri ilə birgə görüş keçirmir. Xatırladaq ki, 19 bəhmən 1357-ci il günü, yəni miladi təqvimlə 8 fevral 1979-cu il Şah dövrünün imperiya ordusuna daxil olan hərbi hava qüvvələrinin texniki heyəti, yəni hümafərilər Tehranda Ruhullah Xamneyi ilə görüşüb və ona sədaqət andı içiblər.